həmçinin şək yoxdur ki, verən əl, alan əldən daha üstündür. Lakin əsas olan nədir? Malın özü fitnə deyil. Malın özü, lakin malın fitnəsi var. Yəni, belə desək, maldan qaçmaq lazım deyil. Malın fitnəsindən qaçmaq lazımdır. Aydındır. O nisbətdə götürsək, hər bir xeyirli şeyin fitnəsi var. Məsələn, elm. Biz bu barədə ayrıca dərs götürmüşük. Elmin maldan üstün olan onlarla yönü var. Amma buna rəğmən elmin də fitnəsi var ya, yox. İndi elmin fitnəsi var deyə, sən elmdən yan keçməlisən, yox. Elmi əldə edirsən, fitnəsindən Allaha sığınırsan. Malı əldə edirsən, fitnəsindən Allaha sığınırsan. Ona qalsa, yoldaşın da, ailənin də, övlad, uşağı da Allah Azza və Cəllə Quranda fitnə adlandırır. İndi bu o deməkdir ki, insan ailə qurmasın, övlad, uşaq sahibi olmasın, yox. Ailə qurursan, övlad, uşaq sahibi olursan, lakin onun fitnəsindən özünü qoruyursan. Və malın fitnəsi nədir? Müxtəsər olaraq desə, birincisi malın fitnəsi haram qazancdır. Çünki Allah qorusun, mal insan əldə etdikcə, ola bilsin ki, bir gün gələ, geniş bir qapı açıla, lakin haram qapıdır. Və nəfs insanı ora təhrik edə. Yəni, bu malın fitnələrindəndir. Malın ən birinci fitnəsi budur. Allah qorusun, o da nədir? Haram qazanc. İkinci fitnəsi nədir? Təkəbbürlük. Təkəbbürlük. Ona görə imkanı olanlar mütləq kasıblarla oturub dursun. Öz məclislərində, o məclisləri kasıblardan xali etməsin, məhrum etməsin. Və bu təkəbbürlüyü müalicə edən ən böyük səbəblərdəndir. O insan ki, daima kasıb insanlarla oturub durur, baxın o insanların xislətinə, onların xasiyyətinə baxın, təkəbbürlük yoxdur Allahın izni ilə. Həmçinin malın fitnələrindən birisi də nədir? Qəlbin buna bağlı olması. Qəlbin mala bağlı olması və insanda müəyyən bir vaxt keçəndən sonra cimrilik, xəsisliyin əmələ gəlməsi. Elə ona görə, qardaşlar, mal adlanıb. Ərəb dilində mala nə deyirlər? Məl. Biz ki, deyirik mal, mülk, bu ərəb sözüdür. Elə adı üstündədir, eyni ilə qəlb kimi. Biz deyəndə ki, qalb nə deməkdir? Məsələn, inqilab, yəni çevriliş, qəlb sözündəndir. Qəlb sabit olmadığına görə ona nə deyilib? Qəlb. Adı üstündədir. Mal da belədir. Mələ yəmilu feilindəndir. Bizim dildə deyirik, meyl etmək. Çünki qəlb daima ona doğru meyl etdiyinə görə adı üstündədir, adı qalıb məl. Çünki nəfs daima ona meyl edilir. Zuyyinə linnəs hubbuş şəhəvat minən nisə vəl-bənin vəl-qanatiril muqantarati minəz-zəhbi vəl-fidda vəl-xaylil musavvəməti vəl-ən'ami vəl-harif. Allah Azza və Cəllə buyurur ki, insanın nəfsinə dünya zinəti sevdirilib. Və sonra Allah Azza və Cəllə o dünya zinəti nədir? Onları bir-bir qeyd edir. Qadın, övlad, mal, mülk, yığın topladığımız qızıl, gümüş, əkin sahələri, həmçinin miniklər. Bunlar hamısı dünya həyatının zinətidir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Adəm övladının bir vadi dolusu qızılı ola, o ikincisini istəyər. Vadi bilirsiniz də nədir? 2 vadi dolusu malı, mülkü olar, üçüncüsünü istəyər. Nəfsi doymayacaq. Yəni, insan nəfsini doyuzduracaq bir şey yoxdur. Hədisdə gəlir. O da nədir? Torpaq. Onun gözünü torpaqdan başqa heç nə doyuzdurmayacaq. Yəni, nə? Ölüm. O nəfsin istəklərinin qabağını alan bir dənə şey ölümdür. Baxın, məsələn, adam kasıbdır. Deyir ki, məsələn, mənim 100 minim olsaydı, və ya 10 minim olsaydı, 10 mini olan adam deyir ki, mənim 100 minim olsaydı, 100 mini olan deyir ki, mənim milyonum olsaydı, milyonu olan milyard istəyir, milyardı olan başqa şey istəyir. Nəfs doymur. Ta ölənəcən belədir. Aydındır. Bu malın özü ilə gətirdiyi fitnələrdəndir. Ona görə dedik ki, əsas olan nədir? Qəlbin mala bağlı qalmaması. Və həqiqi zahidlik də budur. Yəni, qayda olaraq biz deyirik ki, deməli, mal, mülk insanın zahid olmasına maniyyət öyrətmir. Ona görə biz mal, mülk sahibi olan peyğəmbərlər,
Süleyman əleyhissalam, Yusuf əleyhissalam. Düzdür? Mal, mülk sahibləri idilər. Lakin öz zamanlarında insanların da ən zahidləri idilər. Deməli, həqiqi zahidlik, hansı ki tərk-i dünyalıq deyirlər, malı, mülkü tərkləmək deyil. Bu zillətdir. Mal, mülk neymətdir. Hətta bəzən olur ki, malın haqqını vermək, kasıblığın haqqını verməkdən çətin olur. Niyə? Çünki kasıblığın haqqı ki var, səbir, o çox vaxt icbari olur. Amma zənginliyin haqqı ki var, o da nədir? Şükür, bu çox vaxt ixtiyarı olur. İnsan ya şükür edir, ya da nankör olur. Aydındır. Ona görə alimlər məsələn ixtilaf ediblər ki, görəsən səbr edən kasıb üstündür, yoxsa şükr edən varlı. Şeyxülislam rahimehullah cavabında deyir ki, ən təqvalısı kimdirsə odur. İnnə əkramakum indallahi ətqakum. Yəni mücərrəd olaraq kasıblıq məziyyə deyil, üstünlük deyil. Mücərrəd olaraq zənginlik məziyyə deyil, üstünlük deyil. Səbr edən kasıbdan, şükr edən varlıdan hansı daha təqvalıdırsa o üstündür. Amma sələfdən əsərlər gəlib ki, mala şükr etmək kasıblığa səbr etməkdən çətindir. Sələflərdən biri deyir ki, Allah Azza və Cəllə bizi kasıblıqla imtihan elədi, haqqını verdik, səbr edə bildik. Və bizi mal ilə imtihan etdi, haqqını verə bilmədik. Çünki adətən kasıblığa səbir icbari olur. Yəni insan öyrəşir və səbr edir, məcburi səbir. Amma mala, mülkə olan şükür icbari deyil. İnsan ya nankör olur, ya da ki, şükür edən.